Uşaqlarda spesifik fobiyalar əhəmiyyətli dərəcədə onların həyatına təsir göstərir. Məsələn, bu fobiyalara nələr aiddir? Gündəlik həyatımızda olan heyvanlara qarşı, təbiət hadisələrinə qarşı, məktəbə qarşı, müəllimə qarşı, digər kiçik əşyalara da qarşı ola bilər. Bunu biraz aydınlaşdırım. Məsələn, heyvanlara qarşı əsasən uşaqlarda fobiyalar it, pişik, arı, böcəklərə qarşı olur. Təbiət hadisələrində isə daha çox ildırım, yağışın gür yağması və kiçik əşyalar dedim, bəzən böyük bir stəkandan da belə qorxa bilirlər. Bu daha çox 2-3 yaşlı uşaqlara aiddir. Amma yeniyetmələrə doğru getdikdə isə bunlara imtahan qorxuları, məktəbdə müəllimlərin qorxusu da aiddir. Bəzi uşaqlar var ki, heç məktəbə getmək belə istəmirlər, sinifə daxil olma, o müəllimlə üzləşmə və ya imtahanların yaxınlaşması belə uşaqlara çox pis təsir göstərir.